Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Bəzi insanlar yuxuya getməmişdən əvvəl mütləq ayaqlarını yorğanın altından çıxardırlar. Heç olmasa dizə qədər ayaqları açıq olmalıdır, yoxsa yata bilmirlər. Digərləri isə əksinə tam bir nöqtə boyda yerdən də hava gəlməyəcək qədər üstlərini örtürlər. Hansı tibbi baxımdan, səhhət baxımından daha doğrudur? Bunu bizə həkim danışacaq. Yuxu zamanı ayağınızı açıq saxlayın. Yuxu zamanı bir çox insan fərqinə varmadan ayaqlarını yorğanın altından çıxarır. Mütəxəssislər bildirib ki, bu davranış təsadüfi deyil və orqanizmin təbii mexanizmi ilə bağlıdır. Həkimlərin sözlərinə görə ayaqlar bədənin temperaturunun tənzimlənməsində mühüm rol oynayır. Yuxuya getməzdən əvvəl insanın bədən temperaturu təbii olaraq 1-2 dərəcə azalır. Bu proses baş vermədikdə isə yuxuya getmək çətinləşir və yuxusuzluq yaranır. Mütəxəssislər izah edib ki, ayaq altında yerləşən xüsusi damarlar istiliyin ötürülməsini sürətləndirir. Ayaqlar yorğanın altından çıxarıldıqda qan səthə yaxınlaşır və daha tez soyuyur. Bu da ümumi bədən temperaturunun aşağı düşməsinə və daha rahat yuxuya getməyə kömək eləyir. Eyni zamanda qeyd olunur ki, həddindən artıq isti yorğan istifadə etmək orqanizmin soyuma prosesini pozur. Bu səbəbdən ayaqları yorğanın altından çıxarmaq vərdişi sadəcə rahatlıq deyil, həm də sağlam və keyfiyyətli yuxu üçün orqanizmin təbii reaksiyasıdır. Hamımız bilirik ki, hər fəslin öz qidaları var. Amma hansı qidaları məhz baharda yeməliyik ki, immunitetimiz güclü, bədənimiz sağlam olsun? Mütəxəssis açıqlayır. Qışdan sonra bədəni necə gücləndirməliyik? Yazın başlanğıcı ilə birlikdə orqanizmdə vitamin çatışmazlığı da hiss olunur. Mütəxəssislər bildirib ki, qışdan sonra immunitet zəifləyir və düzgün qidalanmaq xüsusi əhəmiyyət daşıyır. Rusiyalı gastroenteroloq Yevgeniya Melnikovanın sözlərinə görə rasiona dəniz məhsulları, paxlalılar, tərəvəzlər, meyvələr və taxıllar daxil edilməlidir. Bu məhsullar vitaminləri təmin edir və ümumi tonusu qoruyur. Həkimlər qeyd edib ki, A vitamini dəri və görmə üçün vacibdir. Əsasən qaraciyər, yerkökü və göyərtilərdə olur. C vitamini isə immuniteti gücləndirir, infeksiyalara qarşı müqaviməti artırır və itburnu, qara qarağat, qırmızı bibər kimi məhsullarda bol miqdarda mövcuddur. D vitamini sümük və əzələ sisteminin möhkəmlənməsi üçün vacibdir və daha çox balıq məhsullarında rast gəlinir. E vitamini hüceyrələri qoruyur və bitki yağları ilə qoz fındıqda olur. B qrup vitaminləri isə sinir sistemi və maddələr mübadiləsi üçün əhəmiyyətlidir. Mütəxəssislər vurğulayıb ki, yaz aylarında balanslı və müxtəlif qidalanma həm enerjini artırır, həm də sağlamlığı qorumağa kömək eləyir. Evin içində gözlənilməz təhlükə. Alimlərin yeni araşdırması göstərib ki, otaqda milyonlarla mikroplastik uçuşur və biz onlarla nəfəs alırıq. Birazdan qanımızda eyni zamanda müxtəlif hüceyrələrlə bərabər mikroplastiklər də o baş bu başa dövran edəcək. Ev şəraitində hava düşündüyümüzdən daha çirkli ola bilər. BBC-nin araşdırmasına görə insanlar hər il 100 minlərlə, hətta milyonlarla mikroskopik plastik hissəcikləri nəfəs yolu ilə qəbul edir. Bu hissəciklərin əsas mənbəyi isə sintetik geyimlər, yumşaq mebel, xalçalar və məişət tekstilləridir. Mütəxəssislər bildirir ki, paltarın yuyulması, qurudulması və hətta geyinilməsi zamanı havaya görünməz liflər yayılır. Bu liflər ev tozunda toplanır və hərəkət zamanı yenidən havaya qalxaraq tənəffüs yollarına daxil olur. Araşdırmalar göstərir ki, qapalı məkanlarda mikroplastik konsentrasiyası açıq havadan bir neçə dəfə yüksəkdir. Alimlər hesab edir ki, mikroplastik orqanizmə yalnız qida və su ilə deyil, əsasən nəfəs alma yolu ilə daxil olur. Xırda hissəciklər ağciyərlərə çataraq iltihab, tənəffüs problemləri və digər sağlamlıq riskləri yarada bilər. Riskləri azaltmaq üçün mütəxəssislər təbii materiallardan istifadəni artırmağı, evi mütəmadi havalandırmağı, filtrli toz soranlardan istifadəni və nəm təmizlik aparmağı tövsiyə edir. Bununla belə problemin tam həlli üçün qlobal plastik istehsalının azaldılması vacib hesab olunur. Kimisi deyir, qaçmaq sağlamlıq üçün xeyirdir, kimisi deyir, ürək ziyandır. Amma istənilən halda qaçmaq qərarı almısınızsa, bunu səhər işə getməmişdən əvvəl eləmək daha yaxşıdır, yoxsa axşam yuxuya getmədən öncə? Sualın cavabını mütəxəssis verir.
Qaçmaq hansı saatda daha faydalıdır? Qaçmaq üçün ən uyğun vaxtın hansı olduğu ilə bağlı müzakirələr davam edir. Mütəxəssislər bildirib ki, fiziki aktivlik günün istənilən saatında faydalıdır. Lakin səhər və axşam məşqləri arasında müəyyən fərqlər mövcuddur. Həkimlərin sözlərinə görə səhər qaçmaq daha faydalıdır. Bu zaman maddələr mübadiləsi aktivləşir, orqanizm gün ərzində daha çox kalori yandırmağa başlayır və enerji səviyyəsi yüksəlir. Bundan əlavə səhər məşqləri ürək-damar sistemini gücləndirir, stresi azaldır, beyin fəaliyyətini artırır və yuxu rejiminin normallaşmasına kömək edir. Bununla yanaşı axşam qaçmaq da effektiv sayılır. Gün ərzində isinmiş əzələlər sayəsində məşqlər daha rahat icra olunur. Lakin mütəxəssislər yüksək intensivli məşqləri axşam gec saatlara saxlamamağı tövsiyə edib. Yatmazdan ən azı 2-3 saat əvvəl daha yüngül fiziki aktivlik seçmək məsləhətdir. Həkimlər vurğulayıb ki, əsas məsələ vaxtdan çox müntəzəmlikdir. Son illərdə smartfon və sosial şəbəkə istifadəsinin artması rəqəmsal demensiya kimi tanınan problemin gündəmə gəlməsinə səbəb olub. Mütəxəssislər xəbərdarlıq edir ki, yuxu öncəsi davamlı scrolling istirahət deyil, əksinə beyinə işgəncədir. Məsələ ilə bağlı nevroloq doktor Sevinç Mustafayeva STV xəbərə müsahibə verib. Yatmazdan öncə telefonla hər hansı bir informasiya bolluğu əldə etmək beyinə mənfi təsir göstərir. Yatmamışdan ümumiyyətlə yuxu dərin bir prosesdir. Yuxunun normal bir gigiyenası var. Yəni yataq otağının interyerindən, havasından tutmuş yataq geyiminə qədər burada rol oynayır yuxunun normal olmasında. Yatmazdan öncə duş qəbul eləmək məsləhət görülmür. Yatmazdan öncə təmiz havada gəzmək, bir qədər relaks olmaq müsbət nəticə verir. Sevinç Mustafayeva tövsiyə edib ki, gündəlik istifadə məhdudlaşdırılmalı, fasilələr tətbiq olunmalı və yatmazdan əvvəl telefondan uzaq durulmalıdır. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.